Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bu gün mən 2023-cü ildə müəllimlərin işə qəbulu üzrə riyaziyyat ixtisasından düşmüş bir MIQ sualını izah etmək istəyirəm. Və biz burada görürük ki, Weyert teoremi ilə verilmiş 3 dəyişənli bir tənlikdir. Onu bir ilk olaraq çevrilmiş kub tənliyə gətirmək lazımdır. Onu çevrilmiş kub tənliyə gətirmək üçün x kubunun qarşısındakı əmsalı bütün dəyişənlərə bölmək lazımdır ki, onu çevrilmiş kub tənliyə gətirək. Və beləliklə başlayırıq. Yazırıq. X-in hər bir tərəfi, yəni -5-ə bölürük. X-in kubu çıxılsın. 1/6 x-in kvadratı üzərinə gəlinsin 1/2 x üzərinə gəlinsin 1/4 bərabərdir 0-a. Və beləliklə artıq bunu çevrilmiş kvadrat hala gətirdikdən sonra Weyert teoremindəki kimi köklərin cəmini, daha sonra cüt-cüt köklərin hasilini tapırıq və bizdən istənmiş olduğu, yəni ifadəni tapırıq. Beləliklə burada görürük ki, x1 üzərinə gəlinsin, x2 üzərinə gəlinsin, x3 bərabərdir, əks işarə ilə 1/6-ya bərabərdir. Və köklərin cüt-cüt hasillərinin cəmi isə 1/2-yə bərabərdir. x1 vurulsun x2 üzərinə gəlinsin, x2 vurulsun x3 üzərinə gəlinsin, x1 vurulsun x3 bərabərdir 1/2-yə. Artıq bu ifadələri yazdığımıza görə biz növbəti mərhələni, bizdən istənilmiş olan ifadəni tapa bilərik. Bu ifadəni tapmaq üçün isə biz deməli x1 üzərinə gəlinsin, x2 üzərinə gəlinsin, x3-ü bir kvadrata yüksəldirik. Alınır x1-in kvadratı üzərinə gəlinsin x2-nin kvadratı, üzərinə gəlinsin x3-ün kvadratı, üzərinə gəlinsin birinci ilə ikincinin hasilinin 2 misli, üzərinə gəlinsin ikinci ilə üçüncünün hasilinin 2 misli və üzərinə gəlinsin birinci ilə üçüncünün hasilinin 2 misli. Bu ifadələri tapdıq. Və bu ifadələri tapdığımıza görə artıq x1 üzərinə gəlsin, x2 üzərinə gəlsin, x3-ün ifadənin qiyməti var ki, o 1/6-ya bərabərdir. Yəni 1/6-nın kvadratı bərabərdir. x1-in kvadratı üzərinə gəlsin, x2-nin kvadratı üzərinə gəlsin, x3-ün kvadratını isə bizdən istəyir, ona bir y yazıram və üzərinə gəlinsin köklərin cüt-cüt hasilləri isə 1/2-yə bərabərdir. Və beləliklə buradan tapırıq ki, 2/56 bərabərdir. Y üzərinə gəlinsin 2/4-ə. Və y bərabərdir. Y də nəyə bərabər idi? x1-in kvadratı üzərinə gəlinsin, x2-nin kvadratı üzərinə gəlinsin, x3-ün kvadratı. O da bərabərdir 0/116-ya. Sağ olun, sağlıqla qalın.